Salam. Quşların skeleti haqqında bugün sizlərə məlumat verəcəyəm. Diqqətlə dinləyin. Quşların skeleti kəllə, gövdə və ətrafların skeletinə ayrılır. Kəllənin skeleti kəllənin qutu hissəsi və kəllənin üst şöbələrinə ayrılır. Burada görürük alt çənə, üst çənə və kəllə qutusu hissələri. Ətrafların skeleti, ön ətrafın skeleti və arxa ətrafın skeleti. Ön ətrafın skeleti sərbəst hissə və qurşaq hissəyə ayrılır. Sərbəst hissəyə bazu, said və ön pəncə daxildir. Burada said 2 ədəd sümükdən təşkil olunmuşdur. Mil sümüyü və dirsək sümüyü. Ön ətrafda 3 ədəd barmaq var. Birinci barmaq, ikinci barmaq və üçüncü barmaq. Bu barmaqlara diqqət yetirin, çünki suallarda çox düşür. Rudiment şəkildədir, lakin 3 barmaq götürəcəyik. Və mil və dirsək sümüklərinə diqqət yetirməlisiniz. 2 ətrafda, 3 ətrafda, 5 ətrafda saylarına qədər sual verə bilərlər. Məsələn, 2 ətrafda neçə ədəddir? Götürəcəyik 4 ədəd. Bir ətrafda isə 2 ədəd mil və dirsək sümüyü said hissədə qeyd edəcəyik. Qurşaq hissəyə isə bir cüt qarğa, bir cüt körpücük və bir cüt kürək sümükləri daxildir. Burada baxırıq, körpücük sümükləri yuxarıda bazu sümüyünə, qarğa sümüyünə birləşmişdir və öndə özləri birləşərək çəngəl sümüyü əmələ gətirmişdir. Qarğa sümüyü bir cütdür. Yuxarıda bazu sümüyünə, aşağıda isə döş sümüyünə birləşmişdir. İndi isə sizlərlə aşağı ətrafa baxaq. Aşağı ətraf qurşaq şöbəsindən və sərbəst hissədən ibarətdir. Qurşaq şöbəsində bir cüt çanaq sümüyü, çanaq sümüyünə birləşir 2 ədəd bud sümüyü. Aşağı ətrafın sərbəst hissəsi bud, baldır, pəncə lüləsi və ön ətrafın pəncə sümükləri daxildir. Quşlarda deməli baldır sümüyünə diqqət yetirin. Baldır sümüyü 1 ədəd götürəcəyik. Bir ətrafda 1 ədəd baldır sümüyü var və bunlarda yalnız qamış sümüyü qalmışdır. Deməli, incik sümüyü isə rudimentalındadır. Pəncə lüləsi isə arxa ətrafın daraq hissəsinin sümüklərinin birləşməsindən əmələ gəlmişdir. Pəncə lüləsi yalnız və yalnız quşlara aiddir. Düzdür, arxeotropik isə ilk dəfə əmələ gəlmişdir, amma hazırda yəni götürürük ki, ilk dəfə quşlarda əmələ gəlməsə də pəncə lüləsi quşlara aid olan bir sümükdür. Daha sonra baxırıq, deməli qabırğaları arxada döş vəqərələrinə birləşir, öndə döş sümüyünə birləşir. Döş sümüyü genişləmiş döş dili əmələ gətirmişdir. Bu da onların uçmağına, uyğunlaşmağına kömək edir. Və qabırğalar bunların ən çox sümük birləşmələri əmələ gətirən deməli bədənin skelet hissəsidir. Bunlar görürük ki, bax görün, deməli bir-birinə çıxıntılar vasitəsilə birləşmişdir qabırğalar. Boyun fəqərələri hərəkətlidir. Daha sonra bunlarda onurğa və burada biz quyruq fəqərələrini, büzdüm sümüyünü görə bilərik.